Salamünaleyküm. Mənim adım Məqsəd Abbasov. Cənab Prezidentdən, İlham Əliyevdən xahiş edirəm ki, məni ya Türkiyə, ya Avropa, ya Almaniyaya keçirsin. Mən yaşamaq istəmirəm. Azərbaycanda ailə həkə bizi keçirsin. Hala şikayət edirəm, baxan yoxdur. İcra başçısının qəbuluna gedirəm, Məhəmməd müəllim. Deyir, mən kömək eləmirəm. Yandakı Rəşad müəllim də onun kimi, Sahib müəllim də onun kimi deyir, hamısı. O da və getdim, Məhəmməd müəllim yox idi, Rəşad müəllimdir, Rəşad müəllim dedi, çıx, heç kim sana kömək eləyəstdir. Məhəmməd müəllimi də gördüm, Məhəmməd müəllim də deyir, kömək eləyəstdir, Rövşən də bələdiyyə. Heç hası deyir, mən kömək eləyəstdirəm. Bu Azərbaycanda uşaq pulu, ya sosial yardım, ya kömək olmur, heç kimi kasıblara. Sosialı vururam, deyirlər ki, iş yeri lazımdır. Mənim iş yerim vardısa da, mən ünvanı sosial yardımı yiyinirdim. Burada uşaq pulu verilmir, pensiya verilmir, sosial yardım verilmir. 18 yaşına çatanda deyirlər, uşağı ver əsgəriyə, vətənin borcunu versin. Vətən hansı borcunu verdi mənim uşağıma? Mən neçə ildir mən sosial alanmıram. Öyüm yox, eşiyim yox. Mənə hansı öy tikilibdir, köməklənibdir. Xahiş edirəm cənab prezidentdən, məni keçirsin ailə həkə bizi, ya Türkiyə, ya Avropa, ya Almaniyaya. Mən yaşamıram Azərbaycanda. Güzel, buradakı memurların hamısı öz başına olur. Bu boyda 50'ye yaxın məktub var, baxan yoxdur. Bu boyda TikTok'a qoyuram, gəlib baxan yoxdur, göz ardısına verirlər. Güya görmürlər də, bu boyda şikayət olur. Cənab prezidentdən, Mehriban xanımdan xahiş edirəm, məni keçirsin ya Avropaya, ya Almaniyaya, ya Türkiyə. Mən yaşamıram Azərbaycanda. Xahiş edirəm, bizi keçirsinlər oraya.